Bəli, həqiqətən də tarixi anlardır. Çünki məlumdur ki, Suriya yaranandan 1946-cı ildən bu günə qədər olan müddətdə ilk dəfə idi ki, Suriyanın rəhbəri ən ali səviyyədə Vaşinqtona səfər etmiş və bu eyni zamanda da bir tərəfdən həm Suriyanın ABŞ-la münasibətləri növbəti mərhələyə daşımaq istəyindən xəbər verir. Eyni zamanda da ABŞ-ın da Suriya ilə əlaqələri inkişaf etdirməkdə, əvvəlki səhifəni qapatmaqda maraqlı olduğunun göstəricisidir. Bilirsiniz ki, Suriya ötən ilin dekabrında Əsad rejimi devrildikdən sonra artıq tarixin yeni bir mərhələsinə daxil olub. Bu mərhələdə Suriyanın qarşısında bir sıra maneələr var. Ən başlıcası Suriya rəhbərliyi çalışır ki, ölkənin beynəlxalq arenada tanınmasını, möhkəmləndirilməsini təmin etmiş olsun və bunun da əsas yollarından biri elə məhz ABŞ-la münasibətlərdir və bu yolla bir növ Suriya bir zamanlar özünə qarşı tətbiq olunan beynəlxalq izolyasiyadan, təcriddən çıxmaq istəyir və xatırlatmaq lazımdır ki, bu Əhməd Əl-Şara və Donald Trump arasında artıq üçüncü görüşdür. Son, belə deyək də, 6 ay ərzində ilk olaraq mayda onlar arasında görüş oldu. Donald Trump'ın deməli Körfəz ölkələrinə səfəri çərçivəsində, daha sonra sentyabrda BMT deməli çərçivəsində görüş oldu New Yorkda və bu da üçüncü görüşdür və bu görüşlə bağlı onu da qeyd etmək, o da əlamətlər oldu ki, görüşdən bir həftə əvvəl Donald Trump administrasiyası artıq Əhməd Əl-Şaranı bir növ terrorçu siyasından çıxarılması ilə bağlı qərar qəbul etdi. O da yəni həqiqətən də onun göstəricisidir ki, ABŞ bugünkü Suriya rəhbərliyi ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Sözsüz ki, bu səfərdə Əhməd Əl-Şaranın özünün də maraqları vardı. Bu maraqlar ilk növbədə ondan irəli gəlir ki, Suriyanın bilirsiniz ki, təhlükəsizlə bağlı müəyyən narahatçılıqları var. O narahatçılıqlar ilk növbədə Suriya daxilində hələ də müəyyən radikal şəbəkələrin qalmağından, IŞİD daxil olmaqla, eyni zamanda da Suriya ərazilərin bir hissəsinin, müəyyən bir hissəsinin deməli İsrailin nəzarəti altında olması məsələsi. Bunlar təhlükəsi ilə bağlı ciddi məsələlərdir. Çünki Əhməd Əl-Şara özü də anlayır ki, ilk növbədə ölkənin ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olunmalıdır və bu məsələdə də sözsüz ki, Suriya həm Türkiyədən dəstək gözləyir, həm də Amerika Birləşmiş Ştatlarından dəstək gözləyir. Yeri gəlmişkən biz bilirik ki, Vaşinqtonda həm də Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, Marco Rubio və Suriyanın Xarici İşlər Nazirləri arasında görüş oldu. Bu deməkdir ki, bütün bu görüşlər həm də Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirilir. Ümumiyyətlə, bu görüşdə bir sıra vacib məsələlər, Suriya-ABŞ münasibətləri, enerji, infrastruktur sahəsində əlaqələr, Suriyaya yenidən investisiyanın deməli gətirilməsi, investisiya mühitinin təmin olunması, eyni zamanda Suriyaya qarşı ABŞ tərəfindən həyata keçirilən Sezar aktının, yəni sanksiyaların 6 ay müddətinə uzadılması qərara alındı. Burada ABŞ-ın əsasən mən düşünürəm ki, 3 məqsədi var Suriya ilə bağlı. Birinci məqsəd Suriyanın deməli dediyim kimi IŞİD-ə qarşı mübarizədə aktiv olmasıdır ki, məhz elə Vaşinqton görüşündə də qərar alındı ki, Suriya IŞİD-ə qarşı qlobal koalisiyaya daxil olsun və beləliklə 90-cı ölkə oldu bu koalisiyaya daxil olan. İkinci məqsədi ABŞ-ın odur ki, Suriya ilə İsrail arasında münasibətlərdə müsbət dinamika yaransın və hətta İsrailin İbrahim razılaşmalarına qoşulması məsələsi də gündəm. Düzdür, bunun yaxın zamanda baş verəcəyini düşünmürəm, amma Əhməd Əl-Şara özü də müsahibələrində bildirib ki, İsraillə məsələləri danışıqlar yolu ilə həll etməyin tərəfdarıdır. Hazırda bunun baş verəcəyini mən, yəni yaxın günlərdə bunun baş verəcəyini mən real hesab etmirəm. Çünki hal-hazırda İsrail təhlükəsizliyi ilə bağlı ciddi, belə deyək də, skeptik şübhələri var hələ ki, Suriya ilə bağlı, Suriyadakı hakimiyyətlə bağlı. Sözsüz ki, ABŞ tərəfi hər vəcə çalışacaq ki, İsraili bu məsələdə inandırsın. Amma yəqin ki, İsrailin də öz şərtləri olacaq və düşünürəm ki, İsrailin həmin qoşunları geri çəkməsi üçün bu və ya digər şəkildə bir saziş imzalanmalıdır. Necə ki, 78-79-cu illərdə İsraillə Misir arasında Camp David və İsrail-Misir razılaşması imzalandı. Nəticədə İsrail öz qoşunlarını Sinay yarımadasından çıxartdı. Eyni ilə də bu məsələnin həlli üçün ayrıca bir razılaşma, saziş imzalanması lazım olacaq ki, bunun qarşılığında İsrail böyük ehtimalla Suriyadan təhlükəsizlik təminatı, eyni zamanda da Suriyadakı dürücülərlə bağlı təhlükəsizlik təminatı istəyəcəkdir.
Yəni bu zamanın məsələsidir. Yaxın zamanda baş verəcəyini düşünməsində düşünürəm ki, ABŞ çalışacaq ki, İsraili bu prosesdə daha belə deyək də konstruktiv addımlar atmağa vadar etsin. Və nəhayət ABŞ-ın üçüncü məqsədini mən deyə bilmədim. Üçüncü məqsədi də həm əsas məqsədlərdən biridir. Suriyada İranın təsirinin azaldılması, yəni İran təsirinin orada olmaması, bu eyni zamanda İsrailin də maraqlarına uyğun bir senaridir. Bilirsiniz ki, Suriya uzun illər İranın müqavimət ayparasında əsas pay sahibi ölkələrdən biri olub. Dekabrda oradakı rejim dəyişikliyi İranın regional planlarını ciddi şəkildə alt-üst etdi. Amma son məlumatlara görə İran yenidən həmin bölgədə dirçəlməyə çalışır. Oradakı proksilər vasitəsilə deməli nüfuzunu orada genişləndirmək istəyindədir və bu da sözsüz ki, həm İsraili, həm də ABŞ-ı narahat edən məqamlardan biridir. Amma Əhməd Əl-Şaranın Donald Trumpla görüşü düşünürəm ki, İranın da bu planlarına müəyyən qədər zərbə vurdu və İran biz görürük ki, son zamanlar müəyyən narazılıq keçirir ki, ona qarşı hansısa bir həmlə, yeni bir hücumlar baş verə bilər İsrail və ABŞ tərəfindən. İndi bugün biz İranın Xariclər Naziri Seyid Xətibzadənin açıqlamasını da gördük ki, İran deməli ABŞ-la nüvə danışıqlarını bərpa etməyə hazırdır. Düzdür, müəyyən şərtlər irəli sürdü orada. İranın milli maraqları nəzərə alınmadı və s. verirlər. Amma İranın bu mövqeyini göstərir ki, bu məsələdə İran belə deyək də müəyyən geri addımlar atmağa hazırdır. Çünki onun regionundakı statusu artıq əvvəlki səviyyədə deyil. Yəməndəki hücumçilər artıq bir müəyyən vaxtdır ki, müəyyən qədər susdurulub. Suriyada deməli artıq yeni hakimiyyət mövcuddur və bir dənə onun ümidi indi müəyyən qədər Livandakı proksilərədir və orada da Hizbullah son zamanlar biz bilirik ki, fəallaşır. Hətta İsrail deyir ki, o atəşkəs rejimini pozur və arda-arda biz görürük ki, son günlərdə İsrailin Hizbullaha qarşı, Livanın cənubuna qarşı hücumları həyata keçməkdədir və mən İsrail mediasında oxuyuram Züriyə xanım. Hətta orada artıq məlumatlar gəzir ki, İsrail hətta geniş miqyaslı bir hərbi əməliyyat da həyata keçirə bilər Livana qarşı sırf oradakı Hizbullahı neytrallaşdırmaq üçün. Çünki atəşkəsin şərtlərindən biri o idi ki, Hizbullah silahı buraxır və nəzarət tam şəkildə keçir Livan ordusuna. Amma Livan ordusu görünən odur ki, yəni Livanın o rəsmi dövlət ordusu görünən odur ki, Hizbullahla baş edə bilmir. Ona görə bu da İsrailə bir kazus belli səbəb verə bilər ki, bölgəyə yeni bir müdaxiləni həyata keçirsin. Sözsüz ki, bu görüşdə vacib məqamlardan biri odur ki, ABŞ tərəfi Suriyaya qarşı sanksiyaları 6 ay müddətinə uzatmaqla bərabər 6 aylıq Suriyaya investment clearance deyirlər ona. Yəni ki, bir yaşıl ışıq yandırdı ki, Suriyaya ABŞ şirkətləri investisiyalar deməli qoya bilərlər. Bu deməkdir ki, enerji sahəsində ABŞ-ın şirkətlərinin artıq bu ölkəyə belə deyək də daxil olması, ölkənin enerji infrastrukturunun inkişafında rol alması bundan sonra mümkündür. Biz artıq fərdi şəkildə Suriya deməli şirkətləri ilə və yaxud da ki, Suriya dövləti ilə ABŞ-ın şirkətləri arasında iki tərəfli razılaşmaların imzalanmasına şahid ola bilərik bundan sonra. Digər bir məsələ, burada biz bilirik ki, Suriyanın təxminən şimal və şimal-şərq regionlarında YPG birləşmələrinin nəzarəti hələ də mövcuddur və o ərazilərdə biz bilirik ki, Suriyanın neft-qaz resurslarının əsası, mən deyərdim, həmin ərazilərdə yerləşir. Düşünürəm ki, Əhməd Əl-Şara Donald Trumpla görüşdə bu məsələni də gündəmə gətirmişdir ki, həmin ərazilərdə də Suriyanın ərazi bütövlüyünün tam şəkildə təmin olunması, suverenliyinin təmin olunması və YPG qruplaşmalarının deməli martda razılaşdırılan sazişə riayət etmələri, yəni silahı buraxaraq tam şəkildə Suriya ordusuna inteqrasiya olmaları vacibdir. Əgər bu baş verərsə, sözsüz ki, Suriyanın iqtisadiyyatında ciddi canlanma baş verər, Suriyanın neft-qaz sektorunda ciddi canlanma baş verər. Sözsüz ki, biz qonşu ölkələrdən gələn dəstəyin şahidi oluruq. İlk başda Azərbaycanı misal çəkə bilərik ki, elə Azərbaycan birbaşa Suriyanın qonşuluğunda yerləşməsə də ilk vaxtlardan öz qazının Türkiyə vasitəsilə Suriyaya ötürülməsinlə bağlı dəstək oldu. İndi digər ərəb ölkələri də müəyyən dəstəyi də yəqin ki göstərəcəklər, amma bu yetmir, bu yetməyəcək. Çünki Suriya qeyd etdiyiniz kimi böyük dağıntılardan keçib, bu iqtisadiyyatı dirçəltmək üçün böyük investisiya tələb olunur və burada da neft-qaz sektorunun rolu sözsüz ki, əhəmiyyətlidir.